Məgər siz deyilmisinizmi ki, məni imam kimi çağırdınız? Mən gəldim. İndi isə məni öldürmək istəyirsiniz? Cavab yoxdur. Vicdanlar lal, qəlblər daşdaşmış, qılınclarsa imam qanını tökmək üçün hazır dayanıb. İmam Hüseyin əleyhissalamın Kərbəlaya doğru hərəkəti zamanı ona az sayda səhabə tədricən qoşulurdu. Onların bəziləri yolda tanış olurdu, bəziləri isə əvvəlcə çəkinir, lakin daha sonra qərar verib imama tərəf gəlirdilər. Züheyr İbn Qeyn Bəcəli İmam Hüseynə qoşulan ən mühüm adamlardan biridir. Züheyr əvvəllər İmam Hüseynə qarşı açıq düşmən mövqeyi tutmasa da, ona yaxınlığı da yox idi. Onun karvanı İmam Hüseynin karvanı ilə eyni istiqamətdə hərəkət edirdi, amma ayrı düşərgələrdə dayanırdılar. Bir məqamda İmam Hüseyin ona xəbər göndərdi ki, görüşmək istəyir. Züheyr əvvəl tərəddüd elədi, lakin həyat yoldaşı deyilən Bint-i Əmrin israrı ilə bu görüşə getdi. Görüşdən qaydanda isə artıq tam dəyişmişdi. Dedi ki, əşyalarımı yığın, mən Hüseynlə gedəcəm. Beləcə o həyat yoldaşı ilə vidalaşdı və imama qoşuldu. İmama son günlərdə qoşulan başqa bir səhabə isə Vəhəb İbn Abdullah Əl-Kəlbi idi. O əvvəllər xristiyan idi və təzə müsəlman olmuşdu. Yoldaşı və anası ilə birgə səyahətdə idi. Kərbəla yaxınlığında İmam Hüseynin karvanı ilə qarşılaşanda anası ona dedi, oğlum, get və Allahın Rəsulunun oğluna kömək et. Vəhəb tərəddüd etmədən qəbul etdi. Əvvəlcə həyat yoldaşı istəməsə də, sonradan o da razılaşdı. Vəhəb Kərbəlada döyüşə girən ilk gənclərdən idi. Şəhid olandan sonra həyat yoldaşı çadırdan çıxaraq düşmənə etiraz etdiyi üçün düşmən onu da şəhid etdi. Məhərrəm ayının 8-də Kərbəlada düşmən ordusunun sayı biraz da artır. Qan qoxusu gələn bu səhrada İmam Hüseynin çadırları dörd bir yandan düşmənlə əhatə olunur. Şiə mənbələrinə görə düşmən qoşununda 30-35 min, imamın tərəfində isə 72 adam var idi.